Salam. Eray Azad kanalına xoş gəlmisiniz. Allah, Məhəmməd ya Əli. Əminsiniz ki, bu kanalı izləmək istəyirsiniz. Hardan gəlmisiniz? YouTube'dan. Onda başlayaq. Yenə də əminsinizmi izləməyi? Onda like qoyun. Nəysə, salam Kazanovalar. Necəsi sizinlə Eraydır və bugünkü mövzumuz pul, yaraşıq, status, villa və s. kimi mövzular olacaq. Və Azərbaycanda kişilərin ən çox, təkcə Azərbaycanda yox, bu ümumiyyətlə MDV, SNG ölkələrində ən çox əziyyət çəkdiyi, cəmiyyət tərəfindən beyinlərinə proqramlaşdırılan mövzu odur ki, sən yaraşıqlı olmalısan, sən pulun olmalıdır və uşaqlıqdan o qədər kişilərin, oğlanların beyninə bu yeridilir ki, sonucda belə bir suallar əmələ gəlir, sonucda belə narahatlıqlar əmələ gəlir və bu video boyunca mən bu məsələni müzakirə edəcəm, sizinlə bölüşəcəm, elmi əsaslarla sübutlar göstərəcəm ki, əslində bu vacibdirmi və ya vacib deyil. Ona görə izləyin, like qoyun, başlayaq. Uzun müddət təlimlər keçdiyim üçün hər tip fərdlərlə qarşılaşıram və yanıma yaraşıqlı oğlanlar da gəlir, orta görünüşlü normal oğlanlar da gəlir və çirkin eybəcər görünüşə maliklər də gəlirlər. Və deyə bilərəm ki, ən çox problem yaşayan sırf elə yaraşıqlı olanlardır və orta görünüşə sahib olanlardır. Məsələn, deyirəm ki, bir set var, bir qəşəng xanım var, get ona yaxınlaş, indi öyrədirəm də nə cür yaxınlaşmaq lazımdır və s. Get onu tətbiq elə, yaxınlaş. Gedib yaxınlaşan zaman bir də görsən dönür gəlir yanıma və deyir ki, Eray, bəs əminsən ki, ona gedim mən. Görürəm, hə, göt də, yəni nə var ki burada? Deyir ki, bəs səncə o məndən daha belə liq olaraq, görünüş olaraq, status olaraq daha üstün deyil. Yəni mən ona oyun keçər ki, tətbiq etsəm alınar ki, təbii ki alınar. Baxın, əslinə qalanda oğlanın görünüşü normaldır. Yəni 10 üzərindən 7-likdir. Qız da 10 üzərindən 7-likdir. Amma qadına cəmiyyət uşaqlığından demək var ki, yerdirlər ki, sən korolyevasan, sən kraliçasan, sən gözəlsən və s. və qadın özünü daha özgüvənli və daha belə bir növ egolu hiss edir. Amma həmən statusa, həmən görünüşə malik oğlanı isə uşaqlıqdan beyninə yerdiblər ki, sən varlı olmalısan, sən elə olmalısan, belə olmalısan, elə olmalısan və o elə olmalısan, bunu olmalısanlar onun qarşısına, qadınla münasibətinin qarşısına baryer qoyur. Özgüvənsizlik yaradır. Halbuki gedib normal söhbət eləyə bilərdi. Halbuki heç də görünüş baxımından o qadından geridə qalmırdı. Amma bu düşüncələr, bu proqramlaşdırma onu beta zehniyyətə salır, beta içindəki duyğuları oyadır və gedib söhbət eləsə belə artıq özgüvəndən yox, məcburiyyətdən, içindəki o həyəcandan, mandrajdan, özünü ona layiq görməməkdən çıxış edərək danışdığı üçün qadının gözündə həqiqətən də beta kimi görünür. Amma yanıma təbii ki, cəmiyyətin standartlarına uymayan, daha çirkin deyə biləcəyimiz fərdlər də gəlir. Hər dəfə, bir çox hallarda onlarda müşahidə etmişəm ki, əksinə daha özgüvənli olurlar. Niyə? Çünki uşaqlıqdan anlayırlar ki, mən o qədər də yaraşıqlı deyiləm, o qədər də hündür boyun falan yoxdur. Amma içlərində hansı səbəbə görə o özgüvən formalaşır. Ola bilər ki, testosteronu çox olur, ola bilər ki, öz beyninə təqin eləyir. Yenə deyirəm, bu hamıda deyil, çirkin olub depressiyada gələnlər də olur yanıma, amma müəyyən qismlərdə bu var. Çox özgüvənli olurlar. Və hətta məsələn 10 üzərindən 5 bala malik tutalım ki, və ya 4 bala. 10 üzərindən 8-lik ballıq bir qızın yanına göndərəndə, ünsiyyətə göndərəndə o qədər özgüvəndən ünsiyyət qururlar ki, qadını cəlb edə bilirlər. Qadında ilgi işarəsi oyada bilirlər. Bu isə ona göstərir ki, əslində qadınların cəlb olması zahiri deyil, daha çox daxili və davranışsaldır. Və bunun da elmi əsası var. Baxın, bütün dünyadakı bütün qadınlar və yaş kateqoriyasından asılı olmayaraq, hamısı instinktiv olaraq iki güclü instinktə malikdirlər, hissə malikdirlər. Bir, sağ qalmaq, iki, nəsil artırmaq. Bu nəsil artırmağa gələndə isə digər 6 instinkt var, kodlama var da, şuur altı olaraq. O isə sırf o tip kişilərə fokuslanıb, kodlanıb ki, o kişinin sağ qalma bacarığı genetikası olsun və o genetikasını növbəti nəsillərə ötürə bilsin. Yəni, kişi sağ qalma bacarığı göstərərsə qadında,
cəlb olma hissi oyanma ehtimalı çox yüksək olur. Bu isə görünüş, bu bacarığın, bu sağ qalmanın yalnız 30%-dir. Qalan 70% daxili və davranışsaldır. Zahiri olaraq sən güclü genlərə malik, güclü sağ qalmağa malik olduğunu necə göstərə bilərsən? Simmetrik üz, yaxşı boy və s. Boy önəmlidir, amma olmasa da ən azı simmetrik üz varsa, bu artıq müəyyən dərəcə sənin yaxşı genlərə sahib olduğunu göstərir və ya testosteronun çox olması və ya müəyyən əzələ kütlənin olması. Amma səndə bu genetik güc varsa, deməli davranışına da bu yansımalıdır. Və sən zahiri olaraq yaraşıq göstərirsənsə, bunu davranışsal olaraq da təsdiqləməlisən. Təsdiqləmirsənsə, o cəlb olma ölür. Buna görə də yaraşıqlı oğlanlar əgər oyunu bilmirlərsə və beta mindsetdə yaşayırlarsa, ilk 50 saniyə diqqət qazansalar da, sonraki qadınla ünsiyyətdə, hansı ki, sən diqqət qazansan belə, bu münasibət davam etdikcə sən ünsiyyət qurmalısan və davranışlarınla alfa olduğunu göstərməlisən. Bu dövrdə onlar beta davranışlar göstərirlər və beta davranışlar göstərdikcə qadının ilgisi də ölür. Okay? Amma orta görünüşə sahib və ya eybəcər görünüşə sahib kişi qadının diqqətini zahiri olaraq yaraşıqlı bir oğlan qədər mükəmməl dərəcədə çəkə bilməsə belə, nə olur? Gəlir öz ünsiyyət bacarıqlarına və ya öz güvənlə diqqəti məcbur da olsa diqqəti üzərinə çəkir. Sonra bütün ünsiyyət boyu özgüvənli və alfa xarakterə malik olduğu üçün və ya oyunu bildiyi üçün yalnız artıra gedir. Niyə? Sağ qalma dediyim kimi qalan 70%-i davranışsal və davranışınla bütün bu özgüvən olsun, liderlik olsun, dominantlıq olsun, başqa tetikləyicilər var, onlar olsun. Onları göstərdikcə qadının gözündə onun balı artır. Və yadda saxlayın, qadınlar duyğusal olduqları üçün onların çəkicilik hissi indiki anda yaşayır. Və sən indiki anda hansı ranqa, hansı cəlbediciliyə malik olduğunu göstərirsənsə, qadının beyninə də o kimi təsir göstərirsən. Məsələn, yaraşıqlı bir oğlan olsun və sən ol. Yaraşıqlı oğlan görünüşü ilə ani olaraq səndən bir növ qabağa keçir, amma beyin anda yaşadığı üçün həmənki yaraşıqlı oğlandan daha belə beta duyğular keçir qadına. Amma sən o yavaşlayır. Amma sən artıq öz alfa davranışını onu keçməyə başlayırsan. Çünki qadının beyni indiki dediyim kimi indiki anda yaşayır və indiki anda kimdən daha çox alfa enerji gəlirsə ona fokuslanır. Bu onu göstərir ki, görünüş yalnız 30%-dir. Və o demək deyil ki, ümumiyyətlə vacib deyil, ümumiyyətlə görünüşün üzərinizdə işləməyin. Yox, elə demirəm, görünüşün üzərinizdə işləyin və bu sizə ilk 50 saniyədə diqqətləri çəkməyə kömək edəcək. Və bunun da artırmağın ən yaxşı üsulu sadəcə saçınızı yaxşı kəsdirin, yaxşı yerdə kəsdirin, üzünüzə yaraşan tərzdə bir şey kəsdirin. Üz gigiyenanıza diqqət edin, üzünüz açıq olsun, müəyyən dərəcə çalışın ki, simmetrik eləyəsiniz üzünüzü. Qaşınızın ortasındakı tükləri götürün, əgər varsa, dişlərinizi təmizləyin, lazımsa biraz arıqlayın, lazımsa biraz yüngülvari əzələ kütləsi yığın, yaxşı ətirdən istifadə edin, yaxşı geyimlər geyinin. Bu sizin mövcud olan balınızı ən az 2 bal, 3 bal artıracaq. Əgər sən, məsələn, 5'lik bir oğlansansa, yaxşı geyinmək və üz gigiyenana diqqət etməklə ən az 2 bal artırıb 7'lik ola bilərsən. Okay? Və bu da sənə sosial üstünlük, sosial status qazandıracaq. İndi isə gələk pul məsələsinə. Baxın, qadınları cəlb etmək üçün pula ehtiyacın yoxdur. Amma qadını həyatında saxlamaq üçün, uzun vadədə münasibət qurmaq üçün pula ehtiyacın var. Niyə? Çünki sən qadın sənlə tanış olanda daha çox sənin pul qazanma ambisiyalarına baxır, amma cibindəki olan pula baxmır. O da sənin özgüvənin, dominantlığın, liderliyindən zaten ötürülür. Amma artıq o qadınla uzun müddətli münasibətə girsən, onunla təbii olaraq, normal olaraq restorana getməli olacaqsan, ad günləri olacaq, bayramlar olacaq. Ümumiyyətlə, həyatda yəni əlini cibinə atmalı olacaqsan. Və buna görə də sənin milyoner olmağa ehtiyacın yoxdur, amma ən azı o komfortlu həyatı hər ikiniz üçün saxlamağa ehtiyacın var. Okay? Buna görə milyoner olmağa və ya super yaraşıqlı olmağa ehtiyacın yoxdur. Normal görünüşə sahibsənsə,
daimi olaraq öz görünüşünü inkişaf etdir, artır, daimi olaraq öz pulunu təbii ki artır, amma bunları özünə görə elə, öz həyatını komfortlu eləmək üçün et, özündən fəxr etmək üçün et. Amma qadınlara bu qədər də vacib deyil. Qadınlara daha çox sənin sosial statusun, yəni digər kişilər, digər insanlar tərəfindən sənə gələn diqqət, hörmət, sənin liderliyin, dominantlığın və digər tetikləyicilər davranışlar vacibdir. Okay? Və bu da onu göstərir ki, istənilən halda sən ünsiyyət bacarıqlarını artırmalı olacaqsan. Çirkin olsan da, yaraşıqlı olsan da sənə ünsiyyət bacarıqları lazım olacaq. Varlı olsan da, milyoner olsan da, kasıb olsan da, yenə də sənə ünsiyyət bacarıqları lazım olacaq. Yəni bu hər kateqoriya insana lazımi bir bacarıqdır. Və sizə bir dənə bir şey deyim. Sırf oyun qismindən götürəndə, sırf qadınlarla münasibətdən götürəndə, orta gəlirə malik olmaq varlı olmaqdan daha üstündür. Niyə? Çünki varlı olanda daha çox digər qadınları həyatına cəlb edəcəksən və varlı bir kişilər qadınlarla ünsiyyət quranda onlar tam anlamırlar ki, bu qadın mənə puluma görə diqqət göstərir, yoxsa şəxsi xarizmama, şəxsi dominantlığıma görə. Onlarda belə bir çətinlik olur, yəni belə bir get-gəl olur. Amma orta səviyyədə bir fərdsənsə, gəlirə sahib bir adamsansa, qadınlardan aldığın diqqətin 99.9% sənin şəxsi dominantlıq alfa xarakterinə görə olacaq.